Sabahın xeyir olsun Jalə. Xoş gördük səni, buyur efirdəsən. Təşəkkür edirəm. Mən də sizi və telesər izləyicilərimizi salamlayıram. Sabahınız xeyir olsun. Belə paytaxtın ictimai nəqliyyat xidmətlərinin genişləndirilməsi istiqamətində yeniliklər davam edir. Qeyd edeyim ki, xidmət keyfiyyətlərinin artırılması, həmçinin sərnişin tələbatının qarşılanması və sürətli gedişlərin təmin olunması istiqamətində daha bir ekspres marşrut istifadəyə verilib. Daha ətraflı məlumatları isə bizimlə birgə birbaşa bağlantıda olan müsahibimiz Bakubas MMC-nin mətbuat katibi Əsmər Əliyevadan eşidəcəyik. Əsmər xanım, sabahınız xeyir olsun. Buyurun, söz sizdədir. Hər birinizi salamlayıram. Sərnişinlərimizin mənzil başına daha sürətli, rahat və təhlükəsiz çatmasını təmin etmək məqsədi ilə xidmət şəbəkəmizi genişləndirməyə davam edirik. Belə ki, bu istiqamətdə ötən gündən etibarən yeni 195 nömrəli ekspres marşrut xətti istifadəyə verildi. Marşrut xətti Qaradağ rayon Ələt qəsəbəsi ilə Səbail rayon 20-ci sahə dairəsini əlaqələndirəcək. Marşrut xətti ekspres olmaqla yanaşı eyni zamanda bir neçə aralıq dayanacaqları da mövcuddur. Marşrut üzrə hər gün 06:30-dan 21:00-dək 7 ədəd iri tutumlu Neapron markalı avtobuslar 30 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Gediş haqqı 1 manat 50 qəpik təşkil edir. Ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək. Sərnişinlər Bakı kart, eyni zamanda istənilən bank kartları vasitəsilə ödənişlərini rahat şəkildə edə bilərlər. İnanırıq ki, yeni ekspres marşrut xəttinin istifadəyə verilməsi bu istiqamətdə yaşayan sakinlərin gedişlərini daha rahat etməyə, eyni zamanda paytaxtla nəqliyyat əlaqələrinin inkişaf etdirilməsinə də mühüm töhfəsini verəcək. Təşəkkür edirəm Əsmər xanım, çox sağ olun. Belə bizim isə bu saata buradan çatdıracağımız məlumatlar bundan ibarətdir. Söz yenidən sizdədir. Təşəkkürlər Jalə.